Salam əziz İntibah TV izləyiciləri. Dil bir xalqın yaddaşı, mədəniyyəti, tarixi və milli kimliyidir. Bir milləti tanımaq üçün öncə onun dilinə baxmaq kifayət edir. Çünki xalqın düşüncə tərzi, adət-ənənələri, ədəbiyyatı və mənəvi dəyərləri məhz ana dilində yaşayır. Azərbaycan dili əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçib. Fərqli dövrlərdə bu dilə təzyiqlər göstərilsə də, xalqımız onu qoruyub saxlamağı bacarıb. Bu gün Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dilidir və bu dövlətçiliyimizin mühüm sütunlarından biridir. Ana dilini qorumaq hər bir vətəndaşın mənəvi borcudur. Çünki dilə sahib çıxmayan xalq zamanla öz milli kimliyini də itirmək təhlükəsi ilə üz-üzə qala bilər. Bu gün texnologiyanın sürətli inkişafı, sosial media və qloballaşma həyatımıza çoxlu xarici sözlər gətirib. Xarici dil bilmək əlbəttə ki, vacibdir. Bu, insan dünya görüşünü genişləndirir və yeni imkanlar yaradır. Lakin heç bir xarici dil ana dilinə olan sevgini və hörməti əvəz edə bilməz. Ana dilinə düzgün danışmaq, düzgün yazmaq və onu gələcək nəsillərə olduğu kimi ötürmək milli məsuliyyətdir. Xüsusilə də gənclər sosial şəbəkələrdə və gündəlik həyatda Azərbaycan dilinin normalarına diqqət yetirməli, dilimizin saflığını qorumağa çalışmalıdırlar. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Bəxtiyar Vahabzadə və bir çox digər söz ustaları da ana dilimizin zənginliyini öz əsərlərində nümayiş etdiriblər. Onların irsi bu gün də dilimizin gücünü göstərən ən qiymətli xəzinələrdəndir. Öz ana dilinə hörmət edən xalq öz tarixinə, mədəniyyətinə və dövlətinə də xidmət edir. Sonda isə bir fikir bölüşmək istəyirəm. Bir xalqın sərvəti yalnız torpağı və təbii ehtiyatları deyil. Onun ən böyük sərvətlərindən biri ana dilidir. Çünki dil yaşadıkça millət də yaşayır. Diqqətiniz üçün sağ olun.